Sonra növbəti bab buyurur, bəbu haqqil muxati bil hasa minəl məscid. Tüpürcəyin və yaxud bəlğəmin məsciddən əsa ilə təmizlənməsi babı. Və sonra İmam Buxari ibn Abbasın sözünü gətirir. Və qal ibn Abbasin in vati'ta ala qadarin ratbin fəğsilhu və in kana yabisan fələ. İbn Abbas deyir ki, əgər xoşagələn pisliyə ayağınla pisliyi tapdalasan, əgər rütubətlidirsə, yaşdırsa onu yuh. Əgər qurudursa fikir vermə. Bu da mühüm məsələlərdəndir, gələcəkdir. Və sonra İmam Buxari 409, 408 və 409-cu hədisləri gətirir. Eyni hədis sadəcə olaraq 2 dənə ayrı sahabədən gəldiyi üçün 2 dənə ayrı hədis nömrələnib. Yəni 408 və 409-cu hədislər buyurur, Həddətən Musa ibn İsmail, qalə əxbərən İbrahim ibn Sa'din, qalə əxbərən ibn Şihab, yəni Muhammed ibn Muslim, ən Hümeyd ibn Abdurrahman ibn Avf, ən Əbə Hureyrətə və Əbə Səid. Kim? Əbu Hureyra və Əbə Səid rəvayət etdilər ki, ikisi də tabiin, yəni eyni hədisi həm Əbu Hureyradan, həm də Əbu Səid əl-Xudridən eşidib. Rəvayət etdilər ki, ənnə Rasulullah sallallahu aleyhi ve sellem rəə nuxamətən fi cidəril məscid. Peyğəmbər sallallahu aleyhi ve sellem məscidin divarında tüpürcək və bəlğam görür. Fətənəvələ hasatən fəhəkkəhə və asanı götürüb onu oradan təmizləyir. Fəqalə izə tənəxxəmə hədukum fələ yətənəxxəmənnə qiblə vəcihi. Qoy kimsə bəlğamya tüpürərsə, qoy üzü tərəfə, yəni qiblə tərəfə tüpürməsin. Və la an yaminihi və sağ tərəfə də tüpürməsin. Və liyəbsuq an yasarihi. Qoy sol tərəfə tüpürsün. Av təhtə qədəmihil yusra, ya da sol ayağının altına tüpürsün. Diqqət etsinizsə, yuxarıdakı babda gəldi, yəni tüpürcəyi muxat keçdi, əllə təmizləmək. Burada isə gəldi əsa ilə təmizləmək. İmam Buxari ayrı bablar açır. İbn Həcər deyir ki, fərq nədədir? Bundan qabaq ki, yəni 2 dənə oxşar bab niyə görə açır? Çünki deyir, muxat qalibən yəkumu ləhu. Burada muxat gəldi, keçmiş, o birisi babda busaq gəlmiş. Busaq tüpürcəkdir, muxat isə bəlğamdır. Və İbn Həcər deyir ki, bəlğam adətən daha qatı olur, yapışqan olur və onu tək əllə silib atmaq çətindir. Gərək onunla biraz təmizləyəsən, yəni onunla biraz işləyəsən. Ona görə də Peyğəmbər salsan burada deyir, asanı istifadə edir və bu da deyir ki, fərq bunda. Ona görə İmam Buxari ayrı bablar açıb. Ayrı bablar açıb. Və ola bilsin ki, şeyx buyurur ki, İmam Buxari bu məsələni bu babın altına nəyə görə gətirir? Həmən bu tüpürcəyin və yaxud bəlğamin təmiz, yəni nəcis olmamasına dəlil olaraq gətirir. Çünki nəcis olsaydı, onu məsciddən yumaq gərəkirdi. Necə ki, məsciddə bövl edən ərabinin, yəni bövlün üzərində sökülər, su tökürlər. Burada isə quruca təmizləməklə kifayətlənir. Bu demək ki, nəcis deyil. Həmçinin nəcis olmamağına dəlalət edən dəlillərdən biri də odur ki, sahabələrincə gəlib. Yahya el-Buka deyir ki, qultu İbn Ömərə dedim, in əhlə Kufə yəqulun, izə asabəl buzaq təvbəkə əv cəsədəkə fəqsilhu. Kufə əhli deyirlər ki, bədanınıza və paltanıza tüpürcək dəysə və yaxud bəlğam dəysə, onu yuyun. Fəqalə ləqəd şəqinə idən. Onda İbn Ömər deyir ki, elə halda bədbaxt olardıq. Yəni çətin olardı. İzə qultu, innə şeyxənəl Həsən, dedim ki, bəs şeyximiz Həsən, yəni Həsən el-Basri, deyir ki, innəmə yəqulu hədə min mən lə əqlə ləhu. Bu sözü deyən, yəni təmizləmək vacibdir deyən, yumaq vacibdir deyən ağlı yoxdur. Həsənin sözünü tabiin İbn Ömərə ərz edir. Fəqalə sadaq. İbn Ömər deyir ki, Həsən düz deyir. Yəni, həmçinin bu Həsən rivayətdir, Bağavi rivayət edir Musnəd ibn Cəəddən, Musnəd ibn Cəəddən. Yəni, bu sahabənin rəyidir ki, nədir? Mən sizə birinci gətirdik hədislərdən, açıq aydın ləfz deyil, yəni məfhumundan başa düşürük ki, nəcis deyil. Çünki nəcis olsaydı Peyğəmbər sallallahu əleyhi və səlləm eləməzdi və sonra da sahabədən açıq aydına gəlir, rivayət gəlir. Bu yəni demək ki, hədisdən başa düşdüyümüz məfhum sahabənin rəyi ilə təsdiqlənir. İnşallah ki, düzgün rəy də budur. O ki, qaldı İbn Abbasın sözünə, əgər yaş bir, yəni rütubətli bir şeyin üzərinə tapdalasan, onu yu. Əgər quru olsa, yuma. Burada söhbət yalın ayaqla tapdalamaqdan gedir. Çünki ayaqqabı məsələsini zaten bilirik. İbn Rəcəb deyir ki, və mənə hədə, ənə mən kənə xəfiyyən fəvutiyə alə nəcəsətin yəbisətin ləm tə'ləq bi riclihi fə innə yusalli və lə yaxsilu ricleyh. Əgər deyir, o ayaq yalın olarsa, məna belə başa sürür ki, ayaq yalın bir nəyinsə nəcasət də olsa belə, onun üzərinə tapdalayarsa, əgər qurudursa, ona yapışmırsa ayağına, o halda namaz qılır, ayağını yumağa ehtiyac yoxdur. Amma yaş olsa, yəni o nəcasətin əsəri ayağında qalsa, o halda onu yumalıdır. Bu İbn Abbasın rivayəti. Yəni hədis bu İbn Abbasın rivayəti səhihdir, İbn Əbi Şeybədə gəlib.
Yahya ibn Səubəndən, Yahya ibn Səubən İbn Abbasdan rəvayət edir. Həmçinin Əbu Hüreyrə rəvayət edir Abdullah, yəni İbn Məsud demişdir. Laqad ra'aytana ma natawaddau min mawti'in illa an yakuna ratban fanaghsilu atharahu. Abdullah ibn Məsud deyir ki, sizlə bizi görəydin, biz mawti, yəni ayağımızı bastırdığımız bir şeydən ayağımızı yumaq, dəstəmaz almazdıq. Ancaq rütubətli bir şey olsaydı, yaş olsaydı, onun izini ayağımızdan silərdik. Həmçinin Əbu Davudun rivayətində gəlib ki, "Kunna la natavaddau min mawti'in və la nakuffu şa'ran və la thawba." Deyir ki, biz yəni ayağımıza bastılar, pis şeyin üzərinə bastılasaydıq, ondan dəstəmaz almazdıq və həmçinin saçımızı və paltarımızı da qorumazdıq. O mənada ki, səcdə elədiyimiz yerə nəsə bir şey varsa, əgər yaş deyilsə qurudu, səcdə elədiyimiz yerə paltarımız dəysəydi, saçımız tökülsəydi, yəni onu yığışdırmazdıq, qoyardı o elə qalardı, yəni problem yoxdur. Həmçinin Abdullahdan başqa rivayət, İbn Məsuddan başqa rivayət gəlib ki, "Qalə umirna." Bizə əmr olundu ki, "Əllə nakuffə şa'ran və la thawban." Nə saçımızı, nə də paltarımızı, yəni yığışdırmayaq. Bizə belə əmr olundu. Yəni qoy o da tökülsün, yerə sallansın. "Və la natavadda min mawti'in." Və tapdaladığımız bir şeydən də dəstəmaz almayaq. İnsan hətta nəcəsət tapdalasa da dəstəmaza ehtiyac yoxdur. Və bu da İbn Məsudun belə deməyi də alimlər deyir ki, "Kunna la natavadda və laqad umirna." Bunlar hamısı icma hökmündədir, raf hökmündədir, həmçinin icma hökmündədir. Yəni sahabələrin icması kimi bunu qeyd etmək olar. O ki qaldı hədisin özünə, Peyğəmbər sallallahu əleyhi və səlləm burada məscidin divarından onu hasa ilə təmizləməyi, həmçinin nəcəsətə görə yox, istiqzar, yəni insanların nəfsi, insan təbiətinin irgəndiyi, çəkindiyi bir şey olduğu üçün hasa ilə təmizləmişdir. Və İbn Battal da qeyd edir ki, bu hamısı hədislər qiblənin hörmətinə, qiblənin ikramına dəlalət eləyir. Qeyd etdik ki, başqa rivayətlərdə gəlib, bundan sonra sünnədəndir ki, həmən o yer zəfəranla ətirlənsin. Necə Ənəs bin Məlikdən rivayət edilir. Rasulullah sallallahu əleyhi və səlləm nuxamətən fi qiblətil məscid. Buyurur ki, Peyğəmbər sallallahu əleyhi və səlləm bir dəfə məscidin divarında, qiblə tərəfdə nuxamə, yəni tüpürcək görür. Həmçinin bir də Allah qardaşına razı olsun, Peyğəmbər sallallahu əleyhi və səlləmin adı çəkiləndə salavat demək vacibdir. Peyğəmbər sallallahu əleyhi və səlləm deyir ki, ən paxıl insan kimdir? O kəs ki, mənim adım çəkilən salavat deməsin. Yəni biz dərs boyu Peyğəmbər sallallahu əleyhi və səlləm nə qədər salavat çəksək, nə qədər salavat desək, bu heç bilmədiyimiz halda, saymadığımız halda, yəni dərsin fəzilətli olaraq yetər. Ona görə salavat çəkilərsə sallallahu əleyhi və səlləm demək vacibdir, salavat deyin. Fəqadiba hatta ahmarra vəcə. Peyğəmbər sallallahu əleyhi və səlləm bunu görərkən qəzəblənir, hətta üzü qızarır. Fəqamət imra'atun minəl ansar fəhəkkətə və cəalət məkanaha xaluqan. Və ənsarlardan olan bir qadın durub onu təmizləyir və onun yerinə zəfərandan ətir xaluq qoyur. Fəqal Rasulullah sallallahu əleyhi və səlləm: "Mə əhsən hədə." Və Peyğəmbər sallallahu əleyhi və səlləm bunu göründü ki, nə gözəl, necə gözəl əməldir və necə gözəl etdi. İbn Ömərdən rivayət edir ki, Peyğəmbər sallallahu əleyhi və səlləm bir gün cümə günü xutbə verərkən eyni hadisə yaşanır və insanlara tərəf Peyğəmbər sallallahu əleyhi və səlləm qəzəblənir və sonra onu təmizləyir və deyir ki, "Vəhsəbhu qal" və elə hesab edən belədir ki, ora zəfəran qoyun. Qoy onunla, yəni ora zəfəran atın, qatışın, yerinə zəfəran atın. Zəfəran deyəndə xaluq, yəni zəfərandan olan ətir. Sonra 35-ci bab buyurur: "Bəb la yabsuqu an yaminihi fi's-salah." Sağ tərəfindən namazda sağ tərəfinə tüpürməsin. Namazda sağ tərəfinə tüpürməsin. Yenə 410, 411-ci hədislər, yenə eyni hədislər Əbu Hüreyrə, Əbu Səid hər ikisi eyni tabiin hər ikisi səhabədən rivayet etdiyi üçün 2 nömrə gəlir hədisdə. Qala hədəsən Yahya ibn Bukeyr, qala hədəsən Leyth ibn Sa'd, an Uqayd ibn Xalid ibn Aqil el-Eyli. Bu İbn Şihabin ən böyük tələbələrindəndir. An İbn Şihab el-Zuhri, Muhammed Muslim, an Humeyd ibn Abdurrahman ibn Auf, an Əbu Hüreyrə və Əbu Səid. Yenə Humeyd ibn Abdurrahman Əbu Hüreyrədən, həmçinin Əbu Səid el-Xudri rivayet edir. Ən Rasulullah sallallahu əleyhi və səlləm ra'a nuxamatan fi ha'itil məscid. Peyğəmbər sallallahu əleyhi və səlləm deyir ki, divarda, məscidin divarında tüpürcək görür. Fətənə və Rasulullah sallallahu əleyhi və səlləm hasatan fəhəttəhə. Peyğəmbər sallallahu əleyhi və səlləm onu hasa ilə, daşla təmizləyir. Yəni Thumma qala iza tanakhama ahadukum fala yatanakhamu qibla vajhi. Sizdən biriniz bəlğam tüpürərsə, qoy üz tərəfinə, qiblə tərəfinə tüpürməsin. Vəlan yamini, həmçinin sağa tərəf tüpürməsin. Vəl yabsuq an yasarihi aw tahta qadamihi al-yusra. Qoy ya sol tərəfinə, ya da sol ayağının altına tüpürsün. Sonra 412-ci hədis buyurur: Həddəsənə Hafs ibn Umar
قال حدثنا شعبة قال أخبرني قتادة السدوسي قال سمعت أنس İbn Malik. Burada Qatada bilirsiniz. Qatada ibn Sadusi, İbn Di'ame Sadusi müdəllisdir və burada Səmiyyət Ənəsən deyir. Yəni İmam Buxarinin alimlər gətirir ki, bu hədisləri təkrar edilməsi. Həmçinin burada biz demişdik ki, dərsin başlanğıcında İmam Buxari çox az bir hal, nadir bir hallarda fayda olmadan hədisi təkrar gətirmir, əlavə faydalar olmadan. Ya mütləq mətndə və yaxud hədis isnadda əlavə fayda olduğu üçün gətirir. Bu halda da fayda nədir? Səmiyyət Ənəs. Burada Qatada deyir ki, Səmiyyət. Yəni açıq-aydın İsrah edir ki, təsrih edir ki, Ənəsi eşitmişəm. Yəni hədis səhihdir, tədlis olan mürsəl hədis deyil. Qalə Səmiyyət Ənəs bin Məlik, qalə Nəbi sallallahu əleyhi və səlləm. Deyir ki, Ənəs bin Məlikin belə eşitdim ki, Peyğəmbər sallallahu əleyhi və səlləm demişdir. La yətfilənnə əhədukum beynə yədeyh. Sizdən biriniz qoy qarşısına tərəf tüpürməsin. Və la yəmini. Həmçinin sağa tərəf tüpürməsin. Və lakin ən əsərihi əv təhtə riclihi. Yalnız ya sol tərəfinə ya da ayağının altına tüpürsün. Burada diqqət etsək, fələ yətənəxxam, və la yəftilən, və la yəbsuq. Tüpürməsin, tənəxxum, yəni bəlğam gətirir. Bunlar hamısı eyni mənadadır. Yəni, bunların hökmü hamısı eyni mənadadır. Əgər sözlər ayrı-ayrı xas sözlərdə əlavə mənalar daşısa da, əlavə yəni çaralarla olsa da, məna hökm cəhətdən eynidir. Ra'a nuxamətən fi haidil məscid. Qeyd etdiyimiz kimi Peyğəmbər sallallahu əleyhi və səlləm deyir ki, divarda nə görür? Məscidin divarında nuxamə, yəni bəlğamlı tüpürcək görür. İbn Həcər deyir ki, əxədəl musannif. Müəllif burada nə götürüb? Kavnə hukmin nuxaməti vəl busaqi vahidən. Busaq, tüpürcək və bəlğamin hökmünü eyni çıxardıb. Hardan çıxardıb? Ənəhu ra'ən nuxamətə. Peyğəmbər sallallahu əleyhi və səlləm nuxamə, bəlğam görür. Lakin nə deyir? La yabzuqannə. Deyir ki, qoy sizdən biriniz tüpürməsin. Demək ki, tüpürcəklə bəlğamin hökmü nədir? Eynidir. Fədəllə alə təsaviyəhimə. Vallahu aləm. Yaxşı. Sual. Bayaq qeyd etdiyimiz məsələ. Bu tüpürmək qibləyə tərəf, tüpürmək qadağası tək namazdadırmı, yoxsa ümumi olaraq qibləyə tərəf tüpürmək olmazmı? İxtilaf var. Bəzi alimlər deyiblər ki, yəni nəyə görə hər iki hədisdə gəlib, mutlaq hədislərdə gəlib tüpürməsin, müqayyətdə gəlib ki, qibləyə tərəf namaza tüpürməsin. Yəni qibləyə tərəf tüpürməsin ümumən, bir də namazda qibləyə tərəf tüpürməsin. Bəzi alimlər onu mütləq hədisləri, yəni ümumiyyətlə qiblə tərəfə tüpürməsin, müqayyədlə təqyid edirlər ki, yəni söhbət namazdan gedir. Çünki başqa rivayətlərdə namaz gəlir. Amma Allah alim daha səhih olan, yəni usul fiqhinə baxsan belə düzdür. Hər iki ehtimalı var. Bu halda biz nəyə baxırıq? Başqa rivayətlərə baxırıq və həmçinin sahabələrin fəhminə baxırıq. Yəni bu da əhl-i hədisin, yəni usulçulardan fərqidir adətən. Qeyd etdiyimiz kimi həmişə hədisdə hər iki gəlib, amma hədis əhli cümlətən yəni deyiblər ki, söhbət ümumən qiblədən gedir. Çünki illə eynidir. İllə nədir? Qibləni hörmət etmək. Bəli, namazda daha şiddətlidir. Çünki Rəbbinlə söhbət edirsən. Namazdan qıraqda yəni qiblənin hökmü hörmətli olaraq qalmağa davam edir. Necə ki İbn Həcər belə demişdir. Həmçinin növbəti babda rivayət gəlir. İdə tənəxxamə hədukum fələ yətənəxxamənə qiblə vəcih. Sizdən biriniz ümumi gəlir. Tüpürərsə, bəlğam çıxardarsa, qoy üzü tərəfə, qiblə tərəfə yəni çıxartmasın. Və lən yəminihi və yəbsuq an yəsəri. Və sağa da tüpürməsin, yalnız sol tərəfini tüpürsün ya da ki, sol ayağının altına tüpürsün. Bu hədislər ümumi hədislərdir və ona görə həm xüsusi hal olaraq illələr fərqli olsa da namazda və qeyri-namazda hər ikisini əhatə edir. Və bunu dediyimiz kimi sələfin əməli də gücləndirir. Bu rəy sələfin əməli, səhabənin əməli gücləndirir. Həm qeyd etdiyimiz ümumi hədislər, üstəlik səhabənin fəhmi. Necə ki Muaz ibn Cəbəldən gəlir. Qalə mə bəzəqtu an yəmini munzu əsləmtu. Deyir ki, İslam'a girəndən sonra sağ tərəfimə tüpürməmiş. Qeyləli Sufyan və Sufyandan hədisi rivayət edəndən soruşurlar ki, yəni lə fi salatin və lə fi qeyrihə, nə namazda, nə namazdan kənar. Qalə nəəm. Deyir ki, bəli, həm namazda, həm namazdan kənar. Abdurrahman ibn Yazid deyir ki, qalə kunnə mə Abdullah ibn Məsud. Deyir ki, Abdullah ibn Məsudla bərabər idik. Fəradən yəbsuqa və mə ən yəmini fəriq. Tüpürmək istədi və sağ tərəfi tüpürmək istədi. Daha doğrusu İbn Məsud tüpürmək istədi. Fəkərihən yəbsuqan yəminihi və huvə leysə fissalə. Və o namazda olmadığı halda sağ tərəfə tüpürmək kərih, yəni istəmədi. Yəni qeyd etdiyimiz kimi sələfdən kərih gələndə, yəni bəyənilməmək yox, qadağa görmək gəlib. Bəzi alimlər, daha doğrusu çox alimlər qeyd etdiyimiz kimi yəni bu hədisləri qibləni də qeyri-namazda da onu qeyri-namaza aid etdiyini də deyiblər. Çünki illə eynidir. Bu da nədir? Həm sağ tərəf mələkləri əziyyət vermək, həmçinin qiblənin hörməti olaraq.
Məsələn, necə Hafiz ibn Həcər deyir ki, İmam Nəvəvi və qad cəzəmən Nəvəviyyü bil mən'i fi kulli halə. İmam Nəvəvi hər bir halda bunu cəzməyib ki, bu qadağa hər iki hala aiddir. Namazda və yaxud namazdan qıraqda, məsciddə və yaxud məsciddən qıraqda. Və bu da həmçinin Şeyx Albaninin də sözüdür, necə ki, gələcək. Həmçinin bu rəyi gücləndirən sahabələrdən Hüzeyfədən rivayət edib, qala Rasulullah sallallahu əleyhi və səlləm, "Mən təfələ tujahal qiblə, caa yevmel qiyaməti və təflətuhu beynə ayneyh." Hədis ümumidir, kim qiblə tərəfə tüpürərsə, qiyamət günü tüpürəcəyi alınların arasında, gözlərin arasında olduğu halda gələcəkdir. Həmçinin Tavusdan rivayət olunur ki, "Əkramu qiblətəllahi və la təbzuqu fiha." Deyir ki, "Əkrimu və yaxud düz istəyirəm, Allah Taala'nın qibləsinə hörmətli yanaşın, hörmət edin, ikram edin, o tərəfə tüpürməyin." Həmçinin qeyd etmiş kimi nədir? Sağ tərəfdə mələyin, yəni həsənətləri yazan mələklərin bundan əziyyətlənməsi, əziyyət çəkməsi və mələklər də əziyyət çəkmir. Biz insanların da əziyyət çəkirsə, mələklər də ondan əziyyət çəkir. Necə ki, bunu Sənəani və başqa alimlər deyiblər. İbn Rəcəb buyurur ki, "Vaqad əcmə sələfu salihu alə ennəl-ləzi an yaminihi yaktubu həsənət." Deyir, sələf salih icma edib ki, sağ tərəf mələkləri həsənətləri yazır. "Vəl-ləzi an şimalihi yaktubu səyyət." Sol tərəf mələkləri isə pislikləri yazır. Necə ki, fi sahih an-Nəbi sallallahu əleyhi və səlləm, sahih Peyğəmbər sallallahu əleyhi və səlləm sahih kitabda, yəni Buxarıda rivayet olunur ki, "İzə kana ahadukum yusalli fa innehu yunaci rabbahu vel-mələku an yaminihi." Deyir ki, sizdən biriniz namaz qılarkən o Rəbbini danışdırır, mələk də sağındadır. Yəni, nə üst tərəfə tüpürmək olmaz, nə də sağ tərəfə tüpürmək olmaz. Və yuxarıda gətirdiğimiz İbn Ömərin bu hədisi ki, həmən qiyamət günü, yəni tüpürcək üzündə olaraq gələcək. Bu hədisi Şeyx Albani də bu dəlil götürüb ki, söhbət namazdan yox, həm də namazdan kənardan gedir. Yəni, ümumən qiblə tərəfə tüpürmək olmaz. Namazda yaxud namazdan qıraqda, məsciddə və yaxud qeyri-məsciddə. Hüzeyfə rivayət edir ki, "Qalə mən sallə fəbəzəqa tujahal qiblə, cəət bəzqatuhu yevməl qiyaməti fi vəchihi." Kim namaz qılaraq üzü qibləyə tərəf tüpürərsə, tüpürcəyi qiyamət günü üzündə olaraq gələcəkdir. Həmçinin bəyə yuxarıda qeyd etdiyimiz hədis İbn Ömər deyir ki, kim qiblə tərəfə tüpürərsə, tüpürcəyi qaynar halda, qiyamət günü gözlərinin arasında olmuş halda gələcək. Demək, biz nə öyrəndik? Qibləyə tərəf tüpürmək olmaz mütləqən. Namazda və yaxud da ki, namazdan qıraqda. Çünki hər iki hədislər, hər iki növ hədislər gəlib, mütləq də gəlib, qiblə ilə müqayyət də gəlib, namazla müqayyət də gəlib və sahabələrin rəyi də onu göstərir ki, yəni ümumi halda tüpürmək olmaz. Qalır məsələ, məscid məsələsi. O da inşallah gələn dərsimizdə götürərik. Subhanəkəllam həmdik, əşhədü əllə ilə əllənt, əstəğfiruka və ətubu ileyk.